5 dəqiqə bundan əvvəl universitetdə oturmuşdum. Bəzi sərbəst işlər vardı, onları yazırdım. Nəysə, universitetdə oxuyanlar biləcək artıq nə deməyə çalışıram. Nəysə, gördüm Bakı Plus yeni video paylaşdı hal-hazırda və həmin kuponu, bu dəfəki kuponu qoyduqları yeri mən dəqiq bilirəm, yəni yol dəqiq tanıyıram hardadır. Özüm də Slavyan Universitetində oxuduğum üçün, çox yaxın olduğu üçün hal-hazırda oraya gedirəm, bilmirəm, kuponu fikirləşirəm, bu dəfə məncə götürə biləcəm kuponu. Görək, görək neyirik. Hal-hazırda irəliləyirik. Haradasa o Red Bull'un baş ofisinin yaxınlığında olmalıdır. Kupon isə bir kletka, bir kaset Red Bull olacaq. Hər neysə, hədiyyədir. Kuponu əldə etsək əlbəttə çox gözəl olar və bu kuponu hamıdan birinci əldə etmək üçün, tapmaq üçün ən tez bir zamanda ora gedib çıxmağa çalışırıq hal-hazırda. Amma işıqforlar nədənsə bizə maneə törədir. Çünki bayaqdan ancaq qırmızı işıqlarda gözləyə gedirəm. Bilmirəm, qismətsə yəqin ki kuponu biz əldə edəcəyik. Buradan baş yola çıxmaq istəyirəm. Baş yol dedikdə, yəni yenə bax qırmızıya düşəcək. Baş yol dedikdə, yəni bulvarın qırağı ilə olan yola çıxıb oradan Şəhərlər Xiyabanına tərəf yol ilə yuxarı qalxmağı düşünürəm. Velosipedim yanımda olsaydı, maşında olsaydı, əlbəttə ki 99% düşünürəm ki kupon məndə ola bilərdi. Çünki velosipedlə şəhər içi hərəkət çox daha rahat və tez bir zamanda baş verdiyinə görə hamıdan birinci ora çata bilərdim. Amma görək maşınla ora biz çata biləcəyik ya yox. Yaxşı kameraya düşdü hər şey. Sonra da deyirlər niyə avariyalar çoxalır. Səbəbi isə budur. Sola dönəcəksənsə yolun solunda dayanmalısan ki sola dönəsən. Ortasında və yaxud sağda dayanır ki sonradan ay mən sola döndüm. Keçir ya, bilmirəm nədir. Nəysə, biz işimizə baxaq. Demək ki, yol bağlıdır, yəni. Oyda. Kupon məsələsi 100% qaldı. Hal-hazırda avtobusda əksin görə bilərsiniz qıraqda. Qurtardı deyəsən. Deyəsən qurtardı. Sürün biz də gedək. Sürün biz də gedək. Sürün gedək. Biraz sıxlıq var. Onu keçdik. Demək olar ki çatdıq. Çox yəni az məsələdir. Demək olar ki buradır. Biz gəldik bura. Bizdən başqa heç kəs yoxdur. Bu yaxşı şeydir. Maşınımızı saxlayaq burada. Yox, kimsə var. Artıq bilər. Ya da ki başqa şey görəcək bilər. Görək kuponu biz tapmışıq yoxsa yox. Salam aleyküm. Allah qüvvət versin. Videoda göstərdiyi kimi kupon bu ərazidədir, yəni hal-hazırda o yuxarıda. Görəsən, kupon hələ də oradadır ya yox. Aha, evet. Gördüğünüz kimi
birinci ol yazılıb burada və həmin yer açıq. Buradadır. Təbrik edirik, siz birinci oldunuz. Kuponu mütləq saxlayın. Birinci ol. Siz də hamıdan tez gəlin və birinci olun.